Mövzu ismin cinsləri, kişi cinsi. Əgər ismin sonu samit hərflə bitirsə, deməli isim kişi cinsindədir. Əgər isim müəkkəd znakla bitirsə, bəzi müəkkəd znakla bitən isimlər var ki, kişi cinsindədir. Məsələn, gəlin nümunə gətirək. Qardaş, rus dilində nədir? Brat. Biz nə edirik? Son hərfə baxırıq. Brat hansı cinsdədir deməli? Əgər t hərfi samit hərfdirsə, deməli brat sözü, qardaş sözü rus dilində hansı cinsdədir? Kişi cinsində. Stol l hərfi ilə bitir. L hərfi samit hərf sayılır. Deməli stol hansı cinsdədir? Kişi cinsində. Hər gün istifadə etdiyimiz telefon n hərfi ilə bitir. N hərfi samit hərfdir. Deməli telefon hansı cinsdədir? Kişi cinsində. Müəkkəd znakla bitən bəzi şeylər deyək. Məsələn, avtomobil müəkkəd znakla bitir, amma kişi cinsindədir. Sonra konь, at müəkkəd znakla bitir, amma kişi cinsindədir. 40 danışıq dərsi ilə bağlı ətraflı məlumat aşağıda.